Oxuyaq bir yerdə. Şam pərdəsin. Maraqlı olar. Maraqlı olar. Ey dəsi bağlı, bağrı dağlı, başı qaralı, ayağı bağlı, başdan ayağa başdan ayağa nedir boyanmak, dud ediler dembeden boyanmak, boyanmak. Ben hayem sana benzerem vefada, belki belki neçə mərtəbə ziyadəm mən gecə və gündüzəm ziyadəm ziyadəm. Gülüm məni kövrəldi. Çox kövrəldim. Güllü müsabiqədə iştirak edəndə də indi söhbət indi açılıb. Mən inan Allaha ki, Güllünün hər ifasını mən ağlayaraq dinləyirdim. Çünki düzdür, mamam onda dünyadaydı, amma mamam rəhmətli də çox yəni balet eləyirdi Güllü xanımın ifasına. Bu şam pərdəsi mənim rəhmətli anamın ən təsirləndirici bir dinlədiyi bir mərhələ idi. Həmişə deyirdi ki, qızım, bir onu oxu, mən səni dinləyim. Mən də bir stol gətirirdim, bir şam da gətirirdim, qoyurdum. Mən anam üçün bunu oxuyurdum. Yəni mən Güllü də oxudu, amma çox təsir elədi. Təşəkkür edirəm Güllü, çox. Səsinə sağlıq olsun. Çox sağ olun, sağ olun. Ürəyinizə qüvvət.